Ümumiyyətlə soyuq dəymə dediyimiz o hal əksər halda viral infeksiyalara bağlı olan bir haldır. Yəni virus xəstəliyinin yoluxuruğu, influenza olur, qrip virusları olur. Bunlarla bağlı olan meydana çıxan bir haldır. Burun axıntısı var, asqıraq var, öskürək var, qızdırma var. Adətən 3-4 gün ərzində bunlar davam edir, sonra azalır. Siz özünüz də müşahidə eləmisiniz ki, bu qış aylarında daha çox olur, yaz aylarında daha azalır. Bunun əsas səbəblərindən biri kontaktdır. İnsanlar soyuqdan yox, qış aylarında, məhz qapalı ortamda xəstələrlə daha çox kontaktdan virus qapırlar. Və bundan sonra da bronxit yaranır. Təbii ki, 1000 qrip xəstəsindən də bir 20-sində, 30-da pnevmoniya formalaşır, biri lap ağır hala düşür. Yəni statistika ümumi götürəndə böyük bir rəqəmlər çıxır ortaya. Bunun qarşısını almaq üçün nə etmək olar ki, bu hallar olmasın? Birinci növbədə evlərin havalandırılması. Bu çox vacib faktordur. İkincisi, yəqin nəm dərəcəsinin qorunması evin. Təbii ki, nəm dərəcəsinin qorunması, havalandırılması, çöldə daha çox vaxt keçirilməsi təmiz havada. Xəstə insanların az da olsa mədəniyyəti götürüb insanlarla kontaktdan qaçınmaları. Yəni bilirsən ki, bilinən bir qrip xəstəliyin var, bir maska taxmaq, bir dezinfektantdan istifadə etmək. Bunu və yaxud da məktəbə, bağçaya xəstə olan uşaqları göndərilməməsi. Bəli, gəlibsə oradakı tibb mütəxəssislərinin onları geri qaytarması varsa elə bir hal. Niyə görə bu hal yəni 100 uşaqda dediyim kimi sadə qrip əlamətlərinə gedib bir uşağı ölümcül hala da sala bilər. Yəni o yüzden bunun qarşısı alınmalıdır.